Bəli. Biz nəfsimizə görə də cavab veririk burada. Bəli, əlbəttə iki dənə düşmən var, nəfs və şeytan. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, "İnnən nəfsə lə'əmmaratun bis-su." Həqiqətən nəfs pis əməllərə çağırır. Və həmçinin şeytan barədə Allah Subhanahu taala deyir ki, "İnnə şeytan lakum adu." Şeytan sizin üçün düşməndir. "Fəttəxizu adu." Onu düşmən kimi baxın. Onu düşmən kimi baxın. Ona görə əlbəttə ki, nəfs nədir? Nəfs Allah Subhanahu taala tərəfindən yaradılan bir məxluqdur. Sənin içində hansı ki səni çağırır pis əməllərə. O səni çağırır pis əməllərə. Sən nə etməlisən? Sən öz nəfsinlə mübarizə aparmalısan. Ona görə Allah Subhanahu taala Quran-Kərimdə buyurub ki, gördünüzmü o kəsləri ki, nə dedilər? Öz havasını özünə ilah tutdular. "Təxəzə ilahu havahu." Yəni öz nəfsləri ilah oldu onlar üçün. Tabi oldular. Ona görə insan, müsəlman nə etməlidir? Həmişə nəfsi ilə mübarizə aparmalıdır. Ona görə İbn Qayyim rahimehullah buyurur ki, cihadın növlərindən danışır. Deyir ki, ən güclü